Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə ən son paylaşdığım məndən işə qəbulu sınaq üçün izahlarına baxacağıq. Başlayaq ilk sualdan. 1. Xəritə sxemə əsasən doğru variantı müəyyən edin. Baxırıq 1 Şəmkirdir, 2 Ağdaşdır, 3 Zəngilan, 4 Şahbuz, 5 Saatlı, 6 Xızı, 7 Ağdərə, 8 Salyan, 9 Zaqatala. 1-5 yerləşdiyi iqtisadi rayonda xarici ölkə ilə həmsərhəd olmayan yeganə inzibati rayondur. Şəmkir bəli, amma Melnboğanda Saatlıdan başqa Sabirabadın da xarici ölkə ilə sərhədi yoxdur. 7-9 ərazisində filiz fədəl qazınlıq yatağı mövcuddur. Həm Ağdərədə, həm də Zaqatalada mövcuddur polimetal filiz. Doğru. 3-9 həmsərhəd olduğu ölkələrin əhalisinin əsas hissəsini Hind-Avropa dil ailəsinə mənsubdur. Zaqatala misal üçün Gürcüstanla sərhəddir. Gürcüstanda Hind-Avropa Rusiyanı götürə bilərdik, amma Gürcüstan burada Kartvel dil ailəsidir. Kartvel. Getdi. 6-8 Milli park mövcuddur. Xızda da milli park var. Həqiqətən də Altıağac milli parkı. Salyanda da Şirvan milli parkı. Doğru götürə bilərik. 2-4 İnzibati rayonda mülayim isti iqlim tipinə rast gəlinmir. Ağdaşda da bəli yoxdur. Sonra Şahbuzda da yoxdur. Doğru. 6-7 aid olduğu iqtisadi rayon xarici ölkə ilə sərhəddə yerləşmir. Misal üçün 7 Qarabağ iqtisadi rayonunda yerləşir. Qarabağ iqtisadi rayonda Füzuli xarici ölkə ilə həmsərhəddir. İranla. Sonra baxırıq ikinci tapşırığa. Tədqiqatçı 20 cənub enliyi, 50 şərq uzunluğundan, 180 dərəcə azimutla 3330 km getdikdən sonra dayandığı məntəqə ilə cənub qütb dairəsi arasındakı ən qısa məsafə xəritədə 8,25 cm uyğun gəlir. Günəş şüalarının günorta vaxtı minimum 50 bucaq altına düşdüyü şimal və cənub enlikləri arasındakı ən qısa məsafə həmin xəritədə neçə santimetr olar? 50 şərq uzunluğu 20 cənub enliyi çəkdik. 20 dərəcə cənub enliyi. Və oradan 3330 km, yəni 30 dərəcə aşağı düşmək lazımdır cənuba doğru. Çatdıq 50 cənuba. Məntəqəmiz 50 cənubdur. Və həmin məntəqədən də cənub coğrafi qütb dairəsinə qədər olan məsafə nə qədər göstərilibdir? 8,25 cm göstərilibdir. Bizə nə lazımdır? Xəritənin miqyasını tapmaq. Xəritənin miqyasını tapmaq üçün həqiqi məsafəni bölmək lazımdır xəritə üzərindəki məsafəyə. 66,5-dən çıxdıq 50-ni meridian qös üzərində 111-ə vurmaq lazımdır. Bu etdi bizim həqiqi məsafəmiz. Xəritə üzərindəki məsafə isə sualın şərtində verilib 8,125. Böldük 8,125-ə, aldıq 222. 222 bizdə 1 santimetrə neçə kilometrin uyğun gəldiyini göstərir. Yəni xəritənin miqyasıdır. Tamam, xəritənin miqyasını tapdıq və sualın ikinci başlığına deyir ki, günəş şüalarının günorta vaxtı minimum 50 bucaq altına düşdüyü şimal və cənub enlikləri arasındakı ən qısa məsafəni hesablayaq xəritə üzərində. 50 bərabərdir 90 çıxaq coğrafi enlik, yəni x, minimum dediyinə görə 23,5, çıxaq 23,5. Tapdıq ki 16,5-dir. Yəni 16,5 şimalda ola bilər bu, 16,5 cənubda ola bilər. Şimal və cənub enliyi arasındakı məsafəni tapmaq üçün arasındakı dərəcə fərqinə baxırıq 33. Meridian qös üzərində vururuq 111-ə. Ən sonda isə miqyasa bölükü xəritə üzərindəki məsafəni müəyyən elə. Miqyas neçə almışdıq? 222 cm. Heç nə, aldığımız cavabı 222-yə böldük. Aldıq 16,5 cm. Cavabımız 16,5 cm-dir.
Sonra üçüncü tapşırığa baxırıq. Doğru olmayan fikirləri müəyyən edin. Qabarma çəkilmə, bitkilərin fotosintez prosesi, köçəri quşların miqrasiyası ritmik proseslərə daxildir. Təkrarlanan proses olduğuna görə bəli, ritmikdir. Doğrudur. Getdi. Taxta körpü, Göytəpə və Ceyranbatan su anbarları Kürün su toplayıcı hövzəsinə daxil deyil. Əlbəttə ki, daxil deyil. Ceyranbatan Abşeron yarımadasında, Göytəpə Cəlilabadda, Taxta körpü Şabranda. Parana, Beliz və Misirin sahillərini iki okean suları yuyur. Burada Beliz sadəcə bir okean idi, Atlantik okean. Neva və Parana çayları eyni. Yukon və Amur çayları isə fərqli okean hövzəsinə daxildir. Neva Parana doğruydu, Atlantik okean hövzəsi. Amma burada Yukon və Amur da ikisi də sakit okean hövzəsidir. Ona görə də fərqli okean deyil. Səhvimizin biri də bu. Göyçə gölündən başlayan çaylar Küraz hövzəsinə daxildir. Bəli, Araz çayının qoludur. Araz da Kürə tökülür. Küraz hövzəsinə daxildir. Pusan, Seattle, Ningbo və Dampier limanları eyni okean hövzəsinə daxildir. Pusan, Cənubi Koreya sakit. Seattle, ABŞ sakit. Ningbo, Çin sakit. Amma Dampier pozurda Avstraliyada Hind okean hövzəsinə daxildir. Cavabımız oldu 3, 4 və 6. Dördüncü sualda 105 qərb uzunluğu 8 və 9 saat qurşağı arasındakı sərhəd meridianı olarsa, Pekin şəhərinin yerləşdiyi saat qurşağının orta meridianını tapın. 105 dərəcə qərbdə yerləşdiyinə görə 360-dan çıxırıq 105-i, bölürük 8/5-ə. Nəyə görə 8/5? Çünki 8 saat qurşağından 9 saat qurşağı arasındakı sərhəd 8/5-dir. Tapdıq 30 dərəcə. 30 nədir? Yer öz ətrafında 1 saata neçə dərəcə dönür? Artıq 15 deyil, 30'dur. O zaman Pekinin yerləşdiyi coğrafi uzunluğu 116-nı məsələn şərtində verilibdir. Bölürük 30-a, düşür 3 dəfə. Qalıq 26, yəni 30'un yarısından, yəni 15-dən böyük olduğuna görə üstünə bir gəldik, edir 4-cü saat qurşağı. 4-cü saat qurşağında orta meridianı tapmaq üçün 1 saata 30 dərəcə fırlandığına görə 4'ü vuruq 30'a, edir 120 dərəcə şərq uzunluğu. Beşinci sual. Doğru olanları müəyyən edin. Ölkəmizin ən böyük gölü tektonik mənşəlidir. Ölkəmizin ən böyük gölü Sarsu gölüdür. O da Axmaz, çaydara mənşəlidir. Getdi. Yaponiya, Butan və Vietnam monarx idarə etmə quruluşuna malikdir. Vietnam respublikadır. Yanlış fikirdə qavana yanlış qoyulub götürdük. Titkaka, Çad və Eyri gölləri birdən artıq ölkənin sahillərini yuyur. Bəli, hər biri birdən artıq ölkənin sahillərində yerləşir. Doğru fikirdə qavana da doğru qoyulubdur. Pandemiya dövründə baş verən işsizlik növü dövrü işsizliyə daxildir. Bəli, dövrü işsizlikdir. Çünki müvəqqəti xarakteri daşıyır. Qavana doğru qoyulub götürdük. Ölkəmizdə hal-hazırda demoqrafik partlayış müşahidə olunur. Xeyr, təbii artım aşağı düşübdür. Təbii artım ölkəmizdə birinci tipdir. 2022-ci ilin dərsliyin verdiyi rəsmi statistikada ölkəmizdə təbii artım hər 1000 nəfərə cəmi 3,5 nəfər götürülürdü. 2022-dən bu günə isə bu rəqəm daha da aşağı düşübdür. Magellanın dünya səyahəti böyük coğrafi kəşflər dövrünə aiddir. Düz fikirdə, amma qavana yanlış qoyulubdur, getdi. Cavab 2, 3 və 4. Altıncı sual. A çayı B çayının ən uzun qoludur. Deyir, A su toplayıcı hövzəsi 2000 kvadrat kilometr, sıxlığı isə 2 kilometr bölək kvadrat kilometr olmalıdır bu. Kvadrat kilometr. A və B çaylarının birlikdə sıxlığı isə 2,5-dir. A çayının su toplayıcı hövzəsi B çayının su toplayıcı hövzəsindən 2 dəfə çox olarsa, B çayının orta meylliyini hesablayın. Nəzərə alın ki, B çayı
3000 metr yüksəklikdən başlayır və Atlantik okeana tökülür. Yəni mənsəbi 0 metrdir, onu demək istəyir. Əvvəlcə biz A çayının uzunluğunu tapmalıyıq. Baxırıq, uzunluğu tapmaq üçün nə etmək lazımdır? Sıxlığı vurmaq lazımdır su toplayıcı hövzəyə. Düsturda yerinə qoysaq, 2 bərabərdir x bölü 2000. A-nın uzunluğunu tapdıq, 4000 kilometr. Və sualın şərtinə verib ki, A-nın su toplayıcı hövzəsi B-nin su toplayıcı hövzəsindən 2 dəfə çoxdur. A-nın su toplayıcı hövzəsi 2000-dirsə, onda B-nin su toplayıcı hövzəsi ondan 2 dəfə az. Yəni 1000 kvadrat kilometrə bərabər edəcək. X-nin bir yerdə su toplayıcı hövzəsi nə qədər elədi? 3000 kvadrat kilometr. Və X-nin bir yerdə sıxlığı nə qədərdir? Məsələn, şərtinə verib 2,5. O zaman X-nin bir yerdə uzunluğunu tapa bilərikmi? Bəli. 2,5 bərabərdir X bölü 3000. X bərabərdir 7500. Yəni X-nin bir yerdə uzunluğu 7500 kilometrə bərabərdir. A çayının uzunluğunu 4000 kilometr tapdığımıza görə 7500-dən 4000 çıxırıq. B-nin uzunluğu, yəni 3500 qalır. Biz də bilirik ki, meyilliyi tapmaq üçün düşməni uzunluğa bölməliyik. Düşmə sualın şərtində özü veribdir 3000-dir. Uzunluğu da hesabladıq 3500. O da bərabər edir 0,8-ə. Xəritə üzərində A və B şəhərləri arasındakı məsafə C və D şəhərləri arasındakı məsafədən 2 dəfə kiçikdir. Sahəsi 2880 kvadrat kilometr olan ərazi həmin xəritədə 20 sm kvadratdır. Deyir, A və B şəhərləri arasındakı həqiqi məsafə 360 km olduğunu bilərək C və D şəhərləri arasındakı məsafə xəritədə neçə santimetr olar? Əvvəlcə nə iş görməliyik? Xəritənin miqyasını tapmalıyıq. Xəritənin miqyasını tapmaq üçün miqyas bərabərdir kök altda sahə olduğuna görə 2880 bölünsün neçəyə? 20-yə. O da bərabərdir 12-yə. Demək miqyasımız 1 cm-ə 12 km-ə bərabərdir. 1 cm 12-dirsə, onda x cm-də 360-dır. 360-ı böləcəyik 12-yə. Tapacağıq. Demək, AB arasındakı xəritə üzərindəki məsafəni. O da bərabər eləyəcək. Neçə idi? Görək, 30. Bizə deyir ki, CD arasındakı məsafəni xəritə üzərində tapın. Sualın şərtində də verilib ki, A ilə B arasındakı məsafə C ilə D arasındakı məsafədən 2 dəfə kiçikdir. Yəni 30-dursa, CD olacaq 30 vuraq 2. Yəni 60 cm. Cavabımız 60-a bərabərdir. Səkkiz, dağlar soruşur. Pirne yarımadasının cənubunda bu Əndəlüs dağlarıdır. 2 Karpat dağları. 3 Türkmənistan-İran sərhədində Kopet dağ. 4 isə Sıxota-Alin dağları təsvir edilmişdir. Baxaq görək cavab hansıdır? Cavab D variantı. Baxırıq. Ümumi üdumunun 80%-nə bərabərdir. Ölkə şirkətlərinin xaricdə istifadə etdiyi məhsul və xidmətlərin ümumi dəyəri 50% və ya 48 milyard dolar olarsa, üdumuda xarici şirkətlərin istifadə etdiyi məhsul və xidmətlərin ümumi dəyərini milyard dollarından müəyyən edək. Əvvəlcə sxematik təsviri çəkirik. Üdumun bilirik nə idi? Xarici şirkətlərin ölkədəki payı ilə ölkə şirkətlərinin daxildəki payı cəminə bərabərdir. Ölkə şirkətlərinin daxildəki payı ilə ölkə şirkətlərinin xaricdəki payının cəmi isə ümumilli məhsulu verir. Və bizə deyir ki, ölkə şirkətlərinin xaricdəki payı nə qədərdir? 48 milyarddır. Və 50%-dir. Onda ölkə şirkətlərinin daxildəki payı nə qədər qalır? Yenə də 48 qalır. 48. Cəmsi nə qədər elədi ümumi?
96. Və ümumi elədi 96 və deyir ki, üdumunun 80%-nə bərabərdir. 80% 96 olan ədədi tapaq. Əgər 80% 96-dırsa, 100% x-dir. X bərabərdir 120. Buna baxım, hesablamada səhv etmədik ki, 100 vurulsun 96 bölək 80. Yox, düzdür. 120. Tamam, 120-nin 48-i ölkəş qatarın payıdırsa, yerdə qalır 70x-i ləyə xaric qətərin ölkə daxilindəki payına. Cavab 72-yə bərabərdir. Yəni D variantı. A ölkəsi haqqında aşağıdakı məlumatlar verilmişdir. Məlumatları nəzərə alaraq ölkə haqqında doğru uyğunluğu müəyyən edin. Malaziya ilə Asiyanın eyni subregionunda yerləşir. Yəni Cənub-Şərqi Asiyada. Sonra 2-dən artıq ölkə ilə həmsərhəddir. Şərqi Asiya subregionunda üstünlük təşkil edən sivilizasiya daxildir. Şərqi Asiya ölkələrində Yaponiyadan başqa digər 3 dənə ölkə Çin sivilizasiyasıdır. Demək, bu da Çin sivilizasiyasına daxildir. Çin sivilizasiyasına daxil olan ölkə, burada Cənub-Şərqi Asiyada biz Vyetnamı götürəcəyik. Singapur haqqında məlumat olmasa da, yeni dərsliklərdə Singapur əhalisinin böyük bir hissəsində Çinlilər verir, Çin mənşəli. Ona görə Singapurla qarşı salmayın deyə 2-dən artıq ölkənin həmsərhəddi qoymuşuq bura. Vyetnam haqqında doğru fikirləri müəyyən edək. Çin-Tibet dil ailəsinə mənsubdur, bəli, doğrudur, qabağına doğru qoyulub. Yarımadada yerləşir, doğru fikirdir, amma qabağına yanlış qoyulubdur. Çin yarımadasında. Sahillərini 2 okean suları yuyur, xeyr, sadəcə sakit okean sularıdır. Yanlışdır, yanlış qoyulub qabağına. 4. Yalnız bir işıqlama qurşağına yerləşir, bəli, tropik işıqlama qurşağı. Doğrudur, qabağına doğru qoyulub. Sosialist ölkə doğrudur, amma qabağına yanlış qoyulub. Bangladeş ilə quru sərhəddən malikdir. Xeyr, quru sərhədi yoxdur Bangladeş ilə. Səhv fikirdir, qabağına doğru qoyulubdur. Türkiyə və İndoneziya üçün ümumi ortaq xüsusiyyətlərə daxildir. Qoşulmama hərəkətinə üzdür, Türkiyə yox. Yağıntılar il boyu təqribən bərabər paylanır, Türkiyə yox, Aralıq dənizindədir. Qışda düşür. Qeyri ölkələrinə daxildir, doğru. Ərazisinə tropik hava kütlələri təsir göstərə bilər, bəli, göstərə bilər. Çünki Türkiyə subtropikdir, yayda təsir göstərə bilər. İndoneziyanın isə bəzi hissəsi subekvatorialda yerləşir. Və subekvatorial da əlbəttə ki, tropik hava kütləsi təsir göstərə bilər. Düz. Həm əsas, həm də keçid iqlim qurşağında yerləşir. Baxaq, həm əsas, həm də keçid iqlim qurşağında. Türkiyə əsas iqlim qurşağına düşmür, keçid iqlim qurşağındadır. 7. Geosignal qurşaqda yerləşir. İkisinə də aiddir. Amma fəaliyyətdə olan vulkan, Türkiyədə fəaliyyətdə olan vulkan yoxdur. 7. Çayları 2 okean hövzəsinə daxildir. Bəli, həm Türkiyədə, həm də İndoneziya. İndoneziya sakit Hind, Türkiyə isə Atlantikdən Hind okean. Cavab 3, 4 və 7. Xəritə sistemində baxırıq, 1 Cənubi Koreya, Budda. 2 Myanma, Çin sivilizasiyası. Cənubi Koreya yoldaşlar, Çin sivilizasiyası yerin qarşısı aldım mən. Cənubi Koreya, Çin sivilizasiyası. Demək, burada Çindir, Şimali Koreyadır, Cənubi Koreyadır. Əlavə olaraq Vyetnamdır. Bunlar Çin sivilizasiyasına daxildirlər. Myanma isə Budda sivilizasiyasıdır. Dil ailəsi olaraq dərslik Çinə verir, Çin Tibetə. Amma sivilizasiya olaraq Buddaya. 3 Pakistandır. Şərq və yaxud İslam hansı yazsaydı düz götürmək mümkün idi. 4-cü isə Monqolistandır. Monqolistan isə Budda sivilizasiyasına daxildir. Demək, Çin, Budda, Şərq və yaxud İslam, yenə Budda. Cavab B variantı. İqlim diaqramı üçün doğru olanları müəyyən edin. Diaqram baxırıq ki,
Qışı quraq keçən mülayim isti iqlim göstərilibdir. Qışı quraq keçən mülayim isti iqlim düzdür, götürdük. Aid olduğu inzibati rayon, yəni Zaqatala. İki xarici ölkə ilə həmsərhəddir. Düz fikirdir, amma qabağına yanlış qoyulubdur. Getdi. İqlim yarımtipində yay isti, rütubətli, qış isə soyuq və quru keçir. Qış soyuq keçmir, mülayim keçir. Səhv fikirdə qabağına yanlış qoyulubdur. Götürdük. Aid olduğu iqlim yarımtipinə Lənkəranda rast gəlinmir. Bəli, qışı quraq keçən mülayim isti iqlim Lənkəran vilayətində yoxdur. Amma qabağına yanlış qoyulubdur, getdi. Diaqram Qanıqaya çay ovalığı üçün xarakterlikdir. Düzdür, Qanıqaya çay üçündür. Aid olduğu iqlim ölkə ərazisinin 50%-ə qədərini əhatə edir. Bu yarım səhradır, mülayim isti deyil. Yanlış fikirdə, amma qabağına doğru qoyulub getdi. 1, 3 və 5. Aha. Deyir ki, işğalman qurşaqları doğru göstərilmiş sıra nümunədə. Viktoriya gölü tropik düzdür. Eyl gölü mülayim düzdür. Vrangel adası isə demək qütbdə düzdür Rusiyanın şimalında. Parna çayının estuarı isə tropik deyil, mülayimdir. Getdi. Ölü dəniz demək mülayim idi, bu düz idi. Sayma gölü demək Sayma gölü şimalda yerləşir. Tamam. Arnhem yarımadası, Arnhem tropikdədirmi? Avstraliyanın şimalı bəli. Falkland mülayim Cənubi Amerika sahillərində düzdür. Çukot dənizi qütb düz. Sumatra adası düzdür. Azur adaları düzdür. Amma Kamçatka yarımadası burada pozurdur. Mülayimdə yerləşir. Cənub adası Yeni Zelandiyanın adasıdır. Yeni Zelandiyanın cənub adası da mülayim işğalma qurşağıdır. Demək tropik deyil, pozdur. Və yaxud Luzon adası mülayim deyildi. Luzon Filippin adasıdır. Filippinlə tropik olmalıdır. Bu da səhv idi. Lena çay deltası düz idi amma. Sonra baxaq görək. Qvineya körfəzi tropikdə düzdür. Cenevre gölü İsveçrə, Fransa düzdür. Kola yarımadası isə bəli Rusiyanın şimal hissəsində düşürmü qütbə? Bəli, düşür, doğru. 1, 3, 6. Savanna seyrək meşələr təbii zonası üçün doğrudur. Təbii zonada qırmızı qoruntu torpaqlar geniş yayılıbdır. Düzdür, amma qabağına yanlış qoyulubdur. Həm əsas, həm də keçid iqlim qurşağına formalaşa bilər. Doğrudur. Misal üçün, tropikdə də gələnə bilər, subekvatorda da gələnə bilər, subtropikdə də gələnə bilər. Həm əsas, həm keçid var. Doğru fikirdə qabağına yanlış qoyulubdur. İnsanların yaşadığı bütün qitələrdə rast gəlinir, Avropada rast gəlinmir. Yanlış fikirdə doğru yazılıbdır. Təbii zona üçün ətraf mühitin böhranlı demək deyir ki, təbii zona üçün ətraf mühitin böhranlı vəziyyəti xarakterlikdir. Böhranlı vəziyyət olmalıdır burada. Bəli, böhranlı vəziyyət xarakterlikdir yoldaşlar. Çöl meşə çöllərdə, savanna seyrək meşələrdə fəal antropogen təsirə məruz qaldığına görə bu ərazilərdə böhranlı vəziyyət hesab olunur. Həm mülayim, həm də tropik işğalma qurşağında formalaşmışdır. Bəli, mülayim işğalma qurşağında da var, tropik işğalma qurşağında da var. Doğru fikirdir, amma qabağına yanlış qoyulubdur, getdi. İqtisadi rayonların tərkibi doğru göstərilmişdir. Lənkəran Astarada rayonların sayı 6-dırmı? Demək, Astara, Lənkəran, Masalla, Lerik, Yardımlı, Cəllabad 6 elədir. Amma şəhərlərin sayı burada 7 yox 8 eləməlidir. Çünki Liman və Göytəpə şəhəri artıqdır. Milmuğan 5 dənə yox, 4 dənə rayon, 4 dənə şəhərdir. Beyləqan, İmişli, Saatlı, Sabirabad. Sonra Qazax, Tovuz. İnzibati rayonların sayı Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir düzdür. Amma şəhərlərin sayı burada 6 olmalıdır. Burada sadəcə Qovlar şəhəri artıqdır. Naxçıvan, İnzibati rayonların sayı. Baxırıq, Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad. Doğrudur. Şəhərlərin sayı. Şəhərlər hansılardır burada? Ordubad şəhəri, Culfa şəhəri, Şahbuz,
Naxçıvan şəhəri, Babək şəhəri, bir də Şərur şəhəri. Doğru. Burada demək Sədrəklə Kəngərlini nə görə hesablamadım? Çünki Sədrək və Kəngərlinin mərkəzi şəhər deyil, onlar qəsəbədir. Heydərabad qəsəbəsi və Qıvraq qəsəbəsi. Gəncə Daşkəsəndə 4 dənə rayon, baxaq görək. Daşkəsən, Göygöl, Samux, Goranboy. Bəli, 4 dənə rayon. 3 dənə şəhər artıqdır burada. Gəncə, Dəliməmmədli və Naftalan. Düzdür demək ki. Qarabağda 9 inzibati rayon. Baxaq. Bərdə, Tərtər, Ağdərə, Ağcabədi, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa. Aha. Burada 2 dənə şəhər artıqdır. Hansı şəhərlərdir? Füzulidə yerləşən Horadiz şəhəri, bir də Xankəndi şəhəri. Demək cavabımız 4, 5, 6 imiş. A ölkəsi tullantıların emalında fərqlənir. Sonra Kurtaba şəhəri məişət tullantılarının toplanmasına görə dünyada liderdir. Burada söhbət gedir Braziliyadan. Mətn dərsində də bu mətn mövcuddur. Braziliya üçün doğru fikirləri müəyyən edək. BRICS ölkələrinə daxildir. Bəli, doğrudur, qabına doğru qoyulubdur. 3 yarımkürədə yerləşir, həmçinin 2 işğalma qurşağı doğrudur, amma qabağına yanlış qoyulubdur. Federativ doğrudur, qabağına yanlış qoyulubdur. Qoşulmama hərəkətinə üz deyil. Yanlışdır, qabağına doğru qoyulubdur. Əhalisi demoqrat keçirin 3-cü mərhələsinə daxildir. Doğrudur, qabağına doğru qoyulub. Suburbanizasiya yox, yalancı urbanizasiya olmalıdır. Yanlışdır, onsuz da qabağına da yanlış qoyubdur. Götürə bilərik. 1, 5, 6. Baxırıq. Doğru fikirləri müəyyən edin. Qarabağ suvarma kanalı 3 iqtisadi rayon arasından keçir. Doğrudur, amma qabağına yanlış qoyubdur. Misal üçün, Yevlaxdan keçir, bu Mərkəzərandır. Bərdən Ağcabədən keçir, bu Qarabağdır. Beyləqan İmişdən keçir, bu isə Milmuğandır. Doğru fikir idi, amma qabağına yanlış qoyulub. Qazax Tovuz, Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonlarında neft yataqlarına rast gəlinir. Yox, neft yatağı yoxdur. Yanlış fikirdə qabağına doğru qoyulub getdi. Quba Xaçmaz, Lənkəran Astara iqtisadi rayonunda Hind-Avropa dil ailəsinə mənsub xalqlar yaşayır. Quba Xaçmazda tatlar var, misal üçün. Lənkəran Astarada isə talışlar. Bəli, doğrudur. Gəncə Daşkəsən və Şəki-Zaqatala iqtisadi rayonları həmsərhəddir. Düzdür. Misal üçün, Samuxla Qalxın sərhədi mövcuddur, amma qarşısına yanlış qoyulubdur. Getdi. Dağlıq Şirvan və Abşeron Xızı iqtisadi rayonlarında yalnız yay otaqları mövcuddur. Xeyr, qış otaqları da mövcuddur. Yanlış fikirdir, qabağına yanlış qoyulubdur. Milmuğan iqtisadi rayonunda inzibati rayonların yalnız biri Şirvan Salyan iqtisadi rayonu ilə həmsərhəd deyil. Bəli, bunlardan sadəcə Beyləqan Şirvan Salyanla həmsərhəd deyil. Digərlərinin İmişli, Saatlı və Sabirabadın Şirvan Salyanla sərhədi mövcuddur. Doğru fikirdir. Qarşısına doğru qoyulub götürdük. Baxaq. Tərtər, Bolqar, Arpa, Qarqar, Ağsu, Vilaş və Türyançay. 1, 2, 3. Axın tənzilənən çaylardır. 3-ün də üzərində su anbarı var. Düzdür. 3, 4, 6. Kürün toplayıcı hövzəsinə daxildir. Arpa düz, Qarqar düz, amma Vilaş pozurdur burada. Yanlış fikirdir, qabağına yanlış qoyulub götürdük. 2, 3, 4. Qidalanmasında yağı sular üstünü təşkil edir. Baxaq görək. Arpa çayın qidalanmasında əsasən yeraltıdır. Getdi. 5, 6, 7. 2 tektonik zonadan keçir. Ağsuda bəli, Böyük Qafqaz Kür. Vilaş, Böyük Qafqaz Kür. Türyan yenə Böyük Qafqaz Kür. 2 tektonik zonadan keçdi. Doğru. 2, 3, 6. Yalnız bir təbii vilayətdən keçir. 2, 3. Demək, bir də nədir? 6. Misal üçün, Arpaçay Kiçik Qafqaz vilayətindən keçir. Orta Araz vilayətindən keçir. Yanlış fikirdir, qabağına doğru qoyulub getdi. 1, 3, 4. Yuxarı axınlarında maqmatik suxurlar üstünü təşkil edir. Tərtər çayda bəli. 3, 3, 3. Arpa çayda bəli. Bir də 4. Qarqar çayda bəli.
Sonra 20-yə baxırıq. Eyni sürətə malik iki təyyarə eyni anda paralel çevrəsi boyu müvafiq olaraq İrlandiya və Siciliya adalarından yola çıxır. Siciliyadan yola düşən təyyarənin qalxdığı hava limanına daha gec müddətdə eniş edər. Doğrudur, çünki Siciliyanın yerləşdiyi paralel çevrəsi İrlandiyanın paralel çevrəsindən daha uzundur. Ona görə daha gec eniş edəcək. Doğru. Lənkəran ovalığı, Şollar düzü və Qanıq Əyirçayda düzən meşə landşaftına rast gəlinir. Doğru, intrazonal landşaftdır. Köndələnçay və Həkəri çayları mənsəblərinin yerləşdiyi inzibati rayonlar həmsərhəddir. Baxırıq, Zəngilanla Füzulinin sərhədi yoxdur. Köndələnçay Füzulidə, Həkəri isə Zəngilanda yerləşir. Aralarında Cəbrayıl inzibati rayonu var. Ellesmere, İrlandiya və Krit adası seismik cəhətdən sabitdir. Krit yox, seismikdir. Afrikanın nisbətən yüksək inkişaf etmiş regionu yanacaq enerji ehtiyatı ilə zəngindir. Şimali Afrika bəli, yanacaq enerji ehtiyatından zəngindir. Kətan və pambıq yüngül sənayedə xam mal kimi istifadə olunur. Bu da doğru fikirdir. Burada 4 dənə doğru fikir var. Ancaq 3-dən 4-ü çıxanda cavabı almağınız mümkündür. Cavab 1, 2 və 5. Günəşin zenit vəziyyətinə əsasən məntəqənin yerləşdiyi demək enliyə aid düzgün fikirləri müəyyən edin. Baxırıq, 23 sentyabr və 21 martda günəş zenit vəziyyəti alıbdır. Demək ki, bu ekvator çevrəsidir. Ekvatora aid olan xüsusiyyətlər baxaq görək. Günəş üzərində 2 dəfə zenit olur, düz. Yer oxu ətrafında hərəkət sürəti 1281 km/s bərabərdir. 111-i vursaq 15-ə, demək 1600 neçəliyə görək bir dəqiqə. 1665 eləməlidir, səhv eləmirəmsə. Sonra günəş il ərzində şərqdə çıxıb qərbdən batır. İl ərzində yox, elə vaxtlar var ki, şimal şərqdən çıxır, elə vaxtlar var ki, cənub şərqdən çıxır. Bu da səhvdir. İl ərzində günəş şüalarının maksimal və minimal düşmə bucağı arasındakı fərq 23.5-dir. Maksimal 90-dır, minimal da 66.5-dir. 90-dan 66.5 çıxanda həqiqətən də 23.5 alaraq doğrudur. Bakı şəhəri ilə arasındakı ən qısa məsafə 4440 km-dir, doğrudur. Günəş bu coğrafi enlikdə zenitdə olduqda Ankara şəhərində gecə-gündüz arasındakı fərq demək minimuma bərabər olur. Günəş bu coğrafi enlikdə zenitdə olduqda, yəni ekvatorda Ankara şəhərində gecə və gündüzün uzunluğu arasındakı fərq minimuma bərabər olur. Bəli, çünki gecə-gündüz bir-birinə bərabərdir. Altını da götürə bilərik. Bir dəqiqə, 2 ilə 3-ü çıxaq görək, cavab ala biləcəkmi? 2 dənə cavab uyğun gəldi burada. 1, 4, 5 və 1, 4, 6. Kim hansını yazıbsa doğru götürə bilər. Sonra davam edirik növbəti məsələ ilə. Yerin xəyali oxunun orbit müstəvisinə meyillik dərəcəsinin dəyişməsinin əsasında tropik işıqlama qurşağında 50 şərq uzunluğunda yerləşən A məntəqəsinə yavaş-yavaş çəkək. Bu bizim A məntəqəmizdir və 50 şərq uzunluğu. A məntəqə günəş şüalarının maksimal və minimal düşmə bucağı arasındakı fərq 30-a bərabərdir. A məntəqəsindən Bakı şəhərinə qədər olan məsafə Bakıdan şimal coğrafi qütbünə qədər olan məsafədən 2220 km qısadır. Tamam, Bakıdan şimal coğrafi qütbünə qədər olan məsafə 90 çıxaq 50 vuraq 111. 90 çıxaq 40 daha doğrusu. O da bərabərdir 5550. Bakıda qış şimalda yerləşir, bilirik. Və Bakıdan A məntəqəsinə olan məsafədə həmin məsafədən 2220 km qısadır. Demək, Bakıdan A məntəqəsinə qədər olan məsafə 3330 km-dir. Çünki bundan 2220 km qısa 3330 km-dir.
40-dan 30 dərəcə aşağı düşdük, cənuba doğru çatdıq 10 şimal enliyinə. Demək, A məntəqəmiz 10 şimal enliyidir. 10 şimal enliyi və tropik işıqlama qurşağı. Bildik ki, burada mütləq günəş şüalarının maksimal düşmə bucağı neçə olmalıdır? 90. Və maksimalla minimal arasındakı fərq neçə veribdir? 30 verib. Baxaq. 30-a bərabərdir. Düzdür, 30 veribdir. Demək, orada minimal düşmə bucağı neçə eləməlidir? Minimum bərabərdir. 90-dan 30-un çıxanda 60. 10 şimal enliyində günəş şüalarının minimal düşmə bucağı 60 dərəcə eləməlidir. 10 şimal enliyində günəş şüaları nə vaxt minimum bucaqla düşər? Demək, günəş cənub tropikində olanda. Cənub tropiki. Minimum düşmə bucağı 60 dərəcə eləyibsə, demək, cənub tropiki keçməlidir 20 cənub enliyinə. 10 şimalla 20 cənub enliyində 30 dərəcə, həqiqətən 90-dan da 30-dan çıxanda neçə elədir? 60 dərəcə. Əgər tropik xəttimiz 20-dən keçsəydi, qütb dairəmiz neçədən keçəcəkdir? 90 çıxaq 20 bərabərdir 70-dən. Bizə də deyir ki, sualın sonunda bu vəziyyətdə cənub coğrafi qütb dairəsində günəş şüalarının günorta vaxtı maksimum düşən bucağını hesablayın. Tamam. 90 çıxaq qütb dairəmiz neçə oldu? 70 plus tropik xətti 20. 90-dan 70-in çıxanda qalır 20-si, 20-in üstünə də 20 gələndə 40 dərəcə. Cavabımız 40-a bərabərdir. Sonra davam edirik 23-cü sualına. 23-cü sualda burada rəqəmlərin birində səhv eləmişəm. 3 rəqəmlə göstərmək istədiyimiz ölkə burada Böyük Britaniyadır. Böyük Britaniya 6 yox 3 olmalıdır. Tamam, indi baxaq. 1 və 2 Fransanın İtalyan 3 və 4-dən, yəni Böyük Britaniya və Danimarkadan fərqli, lakin Rumıniya ilə oxşar xüsusiyyəti. Roman dil qrupudur, bəli, 3 romandır, digərləri yox. Unitar respublikalardır, bəli. Amma Böyük Britaniya ilə Danimarka da unitardır, amma respublika deyil, monarxiyadır. Ona görə fərqli xüsusiyyət kimi götürə bilərik. Qeyri ölkələrinə daxildir. Misal üçün deyirəm, Rumıniya qeyri ölkələrinə daxil deyil. Getdi. Cənubi Avropa subregionunda yerləşir. Cənubi Avropa. Fransa Orta Avropada, Rumıniya Şərqi Avropada. Şərqi Avropanın da Cənub-Şərqi Avropa regionuna daxildir. Getdi. 2-dən artıq xarici ölkə ilə quru sərhədinə malikdir. 2-dən artıq xarici ölkə ilə quru sərhədinə malikdir. Baxaq görək. Bəli, bunlar doğrudur yoldaşlar. Çünki Böyük Britaniya sadəcə İrlandiya ilə sərhəddir. Danimarka isə Almaniya ilə sərhəddir. Düzdür. Ərazisində subtropik iqlim qurşağının Aralıq dənizi iqlim vilayətinə rast gəlinir. Rumuniyada rast gəlinmir misal üçün. Getdi. Cavab 1, 2 və 5. Cədvələ əsasən doğru olmayanları müəyyən edin. Zaqatalahıc günlük qapıcıq. Zaqatalahıcda doğru olmayan nədir? İntrazon lançaq Zaqatalahıcda deyil, Qanıq Əyirçaydadır. Bu doğru deyil. Günlük qapıcıqda doğru olmayan nədir? 2 xarici ölkə deyil, 1 xarici ölkədir. Bir də alt paleozoy yox, üst paleozoy suxurlardır. Alt paleozoy suxurları Əslikçay, Zəyimçay sahillərindədir, dərələrindədir. Amma digərləri Zaqatalahıca dağ meşə düz, bütün fəsilləri bol yantılı soyuq düz və ya günlük qapıcığa ərazisindən keçən çaylardan qidalamasına yeraltı suların üstünü təşkil etdiyi çay mövcuddur. Bəli, əksəriyyəti. Elə bunlardan biri arpa çayı misal üçün. Cavab neçə oldu? 3, 4, 6, 3, 4, 6, C. Vermiş fikirlərin aid olduğu cədvəldəki dağ silsilələrinin ümumi ortaq xüsusiyyətini müəyyən edin. Yalnız bir işıqlama qurşağında yerləşir. Yalnız bir işıqlama qurşağında yerləşirsə, Ant getdi, Kordilyer getdi. Fəal seismik qurşaqda yerləşir.
Appalaç getdi. Və fəaliyyətdə olan vulkan yoxdur. Aprelində məsəl üçün Vezuv vulkanı getdi. Kaynozoy yaşlıdır, Kunlun getdi. Qaldı Qafqaz, Krım və Alp dağları üçün ortaq xüsusiyyət. Yalnız inkişaf etməkdə olan ölkə arasında yerləşir, Alp yox. Birdən çox ölkənin arasında yerləşir, Krım yox. Mütləq hündürlüyünə görə yüksək dağlara daxildir, Krım yox. İki yarımkürədə yerləşirlər. Burada Atlas yox. Atlas 3 yarımkürədə yerləşir. Subduksiya nəticəsində yaranmamışdır. Bəli, hər biri materik tipli litosfer tavasından materik tipli litosfer tavasının toqquşmasına yaranıbdır. Kolliziya nəticəsində əmələ gəlibdir. Subduksiya yox. Demək bu hər biri üçün ortaq xüsusiyyətdir. Doğru olmayan fikirləri müəyyən edin. Ölkəmizdə bütün təbii vilayətlərdən milli park mövcuddur. Təbii vilayət olaraq bəli, hər birində mövcuddur. Lənkəran vilayətində məsəl üçün Hirkan, Naxçıvan vilayətində demək Zəngəzur milli parkı, Kiçik Qafqaz vilayətində Göygöl milli parkı, Kürçük Əhliyə vilayətində Ağgöl milli parkı, Böyük Qafqaz vilayətində Şahdağ milli parkı. Mən bəzilərini dedim, yəni çoxdur ümumiyyətcə. Güləbir hissəsi Qarabağ iqtisadi rayonunda yerləşir. Güləbir Həkəri çayı üzərində Laçındadır. O da Şərqi Zəngəzurdur. Bu səhv. Gil adası və Bəndovan demək yasaqlığında, həmçinin Ağgöl dövlət qoruğunda köçəri və yerli su quşları mühafizə olunur. Doğrudur. Hər birində su quşları mühafizə olunur. Doğru fikirdir. Sonra kürətrafı Tuqay meşələri yalnız Qarayazı dövlət qoruğundadır. Xeyr, misal üçün Bərdə yasaqlığında da var. Bu. Samur Yalaman Milli Parkında düzən meşə landşaftı mühafizə olunur. Doğru fikirdir, lazım deyil bizə. Rıvarot yasaqlığının yerləşdiyi inzibati rayon Lənkəran və Cəlilabad inzibati rayonu ilə həmsərhəddir. Deyir ki, misal üçün Cəlilabadla sərhədi yoxdur. Səhvimizin bir də bu. Sonra dənizdə yerləşən neft yataqları. Misal üçün Siyazan qurudadır. Pirallahı qurudadır. Şahdəniz qazdır. Ümid Abşeron Şahdəniz qazdır bunlar. Yenə ümidi çıxdıq. Alovdur, danılduzudur, inamdır. Əlavə olaraq Azəri çıxdaqdır, Günəşlidir. Bunları deyə bilərdik. Doğru fikirləri müəyyən edin. Türk dünyasından bağlı bu sual. Qazaxıstan Respublikası həm Altay, həm də Tuva Türk Dövlət Qurumu ilə həmsərhəddir. Tuva ilə sərhədi yoxdur. 7. Türk Birliyi Təşkilatının həm üzvləri, həm də müşahidəçiləri İslam dinli ölkələrdir. Burada Macaristan pozurdu. Qaraqalpaqlar və Uyğurlar Türk dil qrupunun eyni qoluna daxildir. Qaraqalpaqlar Qıpçaqdır, Uyğurlar isə elə Uyğur-Özbək qoluna daxildir. Qaqazlar Şərqi Avropa regionunda məskunlaşıb, düzdür, Moldovada. Karamilər və Çuvaşlar İslam dinli Türk xalqlarına daxil deyil, düzdür, Karamilər Yahudi, demək, Çuvaşlar isə Xristiyan. Türkmanlar Cənub-Qərbi Asiya regionunda məskunlaşıblar, xüsusilə də İraq ərazisində məskunlaşıblar. Doğru fikirdir. Götürdük. 4, 5, 6. 29. Tam doğru göstərilmiş sıraları müəyyən edən. Baxa görə Böyük Qafqazda həm yarımsərhəd, həm mülayim iqlim, həm soyuq, həm də dağ tundra var. Doğru. Mənsəbi okean səviyyəsindən aşağıda yerləşən çayların mənsəbi yerləşir. Baxa görə yarım səhra mı? Bəli, yarım səhrada yerləşir, amma bəzilərinki də mülayim istidə yerləşir. Misal üçün Lənkəran vilayətində. Burada mülayim istidə də plus olmalıydı. Ordubad inzibati rayonunda rast gəlinir. Ordubadda mülayimdən başqa digərlər rast gəlinir. Doğru. Yarım tiplərə bölünür. Misal üçün dağ tundranın yarım tipi yoxdur. Səhv. Lənkəran tabi vilayətinə rast gəlinsə də Lənkəran inzibati rayonunda rast gəlinmir. Baxaq görək. Misal üçün deyirəm, yarım səhrəyə burada plus olmamalıdır. Çünki inzibati rayon olaraq Lənkəranda da Qızılağac körfəzi sahillərində yarım səhrə var. Ortilik temperaturu 0-dan aşağıdır, yalnız dağ tundrada. Həqiqətən də dağ tundraya plus qoyulubdur. Doğru.
Murovdağ silsiləsinin Brovar silsiləsi ilə oxşar, yan silsilədən fərqli xüsusiyyətlərə daxildir. Zəngəzur silsiləsi ilə eyni tektonik zonada yerləşir, bəli, Kiçik Qafqaz tektonik qalxmasında. Düz. Xarici ölkədən sərhəddə yerləşmir, onsuz da yan silsilədə yerləşmir. 7. Maqmatik mənşəli suxurlar üstünü təşkil edir. Düz. Landşaft inversiyası ümumiyyətlə Talış dağları üçündür. 7. Zirvələri qar xəttindən aşağıda yerləşir. Bəli, bu ikisi aşağıda, amma yan silsilə hündür. Silsilədə dağ meşə landşaftına rast gəlinir. Yan silsilədə dağ meşə var. Getdi, nə oldu? 1, 3, 5. Faylı dağlar və okean novlar üçün ümumi ortaq xüsusiyyət. Fəal seismikli faylı dağlar götürə bilmərik. Sonra, litosfer tavalarının üfüqi hərəkəti nəticəsində yaranıbdır. Bəli, ya indi, ya keçmişdə nəticədə tavalarının hərəkəti nəticəsində yaranıbdır. 3. Qranit qata malikdir. Demək, qranit qat. Okean növlərində yoxdur qranit qat. Yerin geoloji inkişaf mərhələsində formalaşıb hər ikisi. Bazalt qatına onsuz da hər biri daxildir. Hər birindən mövcuddur. Fərqi yoxdur, okean tipli yer qabığı olsun, materik tipli yer qabığı olsun. Bazalt təbəqəsi var. Litosfer tavalarının demək, sərhədində yerləşir. Faylı dağları götürə bilmərik biz burada. Cavab 2, 4, 5 oldu. Şimali Amerika litosfer tavası haqqında doğru fikirləri müəyyən edin. Baxaq. Şerif düzənliklərdən malikdir, doğru. Şimal-şərq yox, şimal-qərb olmalıdır. 7. Qərbi subduksiya zonasında yerləşir, doğru. Sakit okeandan. Yalnız materik tipli yer qabığına malikdir, xeyr, okean tipli yer qabığı da var. Həm cavan, həm qədim, həm də orta yaşlı dağlara rast gəlinir. Appalaç, misal üçün, qədim, sahil hissəsi cavan və yaxud qayılı dağlar isə orta yaşlı. Düz. Bütövlükdə qədim platformu üzərində yerləşir, xeyr, seismik zonalar da var. Doğru variantı müəyyən edin. Baxın, deyir ki, 4-cü miqyasla ərazilər daha dəqiq təsvir olunur. Ən böyük miqyas 4-cü olduğuna görə doğru fikir idi, amma qabağına yanlış qoyulubdur, getdi. Miqyaslardan yalnız ikisi icmal topografik xəritələrin tərtibatında istifadə oluna bilər. İcmal topografik görək hansı ola bilər? Demək, 200 bindən 1 milyona kimi. Baxaq görək hansıdır burada. Bir dənə 5-dir. Yanlış fikirdə qabağına yanlış qoyulub götürdük. Eyni ərazinin təsviri zamanı iki məntəqə arasındakı məsafənin daha çox olduğu miqyas 3-cüdür. Əksinə, miqyas nə qədər kiçiksə, məsafə də o qədər kiçik olmalıdır. Bu səhv fikirdir. Dünyanın siyasi divar xəritəsinin tərtibatı zamanı bütün miqyaslardan istifadə oluna bilər. Misal üçün 4-dən istifadə oluna bilməz. Getdi. Sonra vermiş miqyaslar arasında kəmiyyəti daha kiçik olan icmal xəritələrin tərtibində istifadə olunan miqyasdır. Kəmiyyəti kiçikdirsə, miqyasın özü böyükdür. Kəmiyyəti kiçik, misal üçün 4-dür. 4 də icmal xəritələrdə deyil. Getdi. Cədvələ əsasən doğru olanları müəyyən edək. Azimutal proyeksiya ilə tərtib olunmuş xəritələrdə 0 tərəfli nöqtə Türkiyə ərazisində yerləşə bilər. Bəli, əgər toxunma nöqtəsi Türkiyədirsə, ola bilər. Düz. Qarabağ silsiləsindən başlayan çayların qidalanmasında yeraltı yox, yağış olmalıdır. Vulkanikalarda bəli, yeraltıdır, amma silsilədə yağış. Yanlış fikirdir, qabağına yanlış qoyulub götürdük. Kuba və Tayvan adaları eyni yarım kürələrdə yerləşir. Xeyr, biri şimal-şərqdir, biri şimal-qərbdir. Getdi. Parana, Limpopo, Murrey çayları iki işlama qurşağında yerləşir. Misal üçün, Murrey mülayim işlama qurşağındadır. Yanlış fikirdir, qabağına yanlış qoyulduq, götürdük. Bərabər rütubətli subtropik iqlim qurşağı yalnız cənub yarımkürəsindədir. Doğrudur, amma qabağına yanlış qoyulubdur. Victoria və Eyre gölləri tropik işlama qurşağında yerləşir. Victoria tamam, amma Eyre cənub mülayimlədir, yəni mülayim işlama qurşağındadır. Səhvdir, amma qabağına doğru qoyulubdur, getdi. Cavab 1, 2 və 4. Sonra davam edirik. Materiklər haqqında doğru göstərilən sıraları müəyyən edin. Baxırıq 1-ə. Doğru tərəf və yanlış tərəf. Materiklərdən yalnız ikisinin ən hündür
zirvəsi tropik işlama qurşağında yerləşir. Materiklərdən yalnız ikisinin ən hündür zirvəsi tropik işlama qurşağında yerləşir. Burada Afrika və bir dənə Afrikanı deyə bilərik. Başqa görək hansı var mı materiklərdən. Cənubi Amerika mülayim işlama qurşağındadır, getdi. Avstraliya mülayim işlama qurşağındadır, getdi. Şimali Amerika demək getdi. Avrasiyada getdi. Burada bir dənədir, iki dənə deyil. Avstraliyanın daxili sularının çox hissəsi Hind okean hövzəsinə daxildir. Xeyr, Hind okean hövzəsinə yox, daxili axar hövzəyə daxildir. Bu həqiqətən yanlış idi bu his. Avstraliyada ən yüksək temperatur Darling çay hövzəsində müşahidə olunubdur. Böyük qumlu səhrada yox. Getdi, doğru tərəfdə ola bilməz. Sonra Cənubi Amerika və Afrikada subektor iqlim qurşağı təkrarlanır. Bu doğrudur, amma yanlış tərəfə baxaq. Şimali Amerika regionunda bütün ölkələrin həm sakit, həm də Atlantik okeana çıxışı mövcuddur. Region deyirsə, ABŞ Kanadadan söhbət edir. Bir dənə ABŞ, bir dənə Kanada. Həqiqətən də ikisinin də həm sakitdə, həm də Atlantika çıxışı var. Demək, yanlış tərəfdə doğru ola bilməz getdi. Şimali Amerikanın ucqar cənub nöqtəsi ilə Afrikanın ucqar şərq nöqtəsi eyni iqlim qurşağındadır. İkisi də subekvatorialdır, doğrudur. Ən soyuq və ən isti materiklərdə vahələrə rast gəlinir. Həm Afrikada, həm də Antarktidada vahə var. Doğru fikirdir, yanlış tərəfdə ola bilməz. Sonra Antarktida maqmatik mənşəli təbii ehtiyatlara rast gəlinir. Doğrudur. Afrika materikində müşahidə edilən hava kütlələrinin hər biri ölkəmizin iqliminin formalaşmasına təsir göstərir. Ekvatorial yox. Doğru tərəf doğrudur, yanlış tərəf yanlış götürdük. Sonra davam edirik. Şimali Amerikanın daxili suları 4 hövzəyə daxildir. 3 dənə okean, bir dənə daxili axarsız düzdür. Afrikada subtropik iqlim qurşağının sadəcə 2 tipi mövcuddur. Afrikada subtropik iqlim qurşağının sadəcə 2 tipi mövcuddur. Bu da yanlış tərəfdə ola bilməzdir, çünki doğru fikirdə getdi. Bu sualda bizim texniki səhvliyimiz var. Burada bir dənə sadəcə 5-dir yoldaşlar. 1 ilə 6-da səhv idi burada. Ölkədə ticarət dövriyyəsi 180-dir. İxrac olunan məhsullar 100-dür, 100 milyard dollar. Balansı ilə hesablayın. Dövriyyə nədir, balans nədir? Dövriyyə bərabərdir. İxrac plus ithal. Balans bərabərdir. İxrac minus ithal. Demək, dövriyyə 180 isə və ixrac da 100 isə ithala nə qədər qalır? 80. Bu ikisi arasındakı fərq nə qədər eləyəcək onda? 100 ilə 80 arasındakı fərq 20. Doğru olmayan fikirləri müəyyən edin, doğru olmayan fikirləri. Baxaq, Dnestryanı Moldovandı, o Qərbi Avropa deyil, Şərqi Avropadır, biri bu. İndoneziya həm neft, həm də daş kömür ehtiyatları zəngində doğru fikirdə işimiz yoxdur. İqtisadi rayonlar üzrə əhalinin sayını göstərmək üçün sumlu diaqramlardan istifadə daha məqsəd uyğundur. Bəli, dəqiq sayı, dəqiq kəmiyyətdə doğrudur. 4. İqtisadi rayonlar arasında sahəsinə görə ən böyüyü Qarabağ, ən kiçiyi isə Bakıdır. Doğru fikirdə işimiz yoxdur. 5. Daşkəsən inzibati rayonunda demək, həm filiz, həm qeyri-filiz, həm də yanar. Burada yanarı çıxırdıq, səhv göstərilib. Filippin və Niderland içməli su ithal edən ölkələrdəndir. Filippin əsasında ixrac edir. Məsəl üçün, Səudiyyə Ərəbistan Filippindən alır. Səhvim bir də budur. Michigan gölü yalnız bir ölkə arasında yerləşir, yalnız ABŞ-dadır. Doğru fikirdir, bu da getdi. 1, 5, 6. 38. Xəritə sxemdə göstərilmiş ölkələr üçün ümumi orta xüsusiyyət. Ukrayna və hansıdır? Avstraliya. Dəmir fiziklə kömür ehtiyatına görə fərqlənir hər ikisi. Düz. Demoqrafik keçidin 4-cü mərhələsindədir. Hər ikisi. Düz. İynəyarpaqlı meşələr Avstraliyanın getdi. Təbii qaz ixracatında Ukrayna ixrac eləmir, getdi. Dəqiq maşınqarma məhsullarından fərqlənirlər. Yox,
getdi. Yerli vaxtda Azərbaycan irəlidir, Ukrayna geridir, getdi. Cavab 1-2. Euler-Venn diaqramına əsasən doğru variantı müəyyən edin. Baxaq, 1-ə AC götürüb 2-yə BG, D isə orta xüsusiyyətdir. Dünya okeanı ilə kanal vasitəsilə birləşir. Bir də yanar faydalı qazıntı demək ehtiyatına malikdir. Bu Maracaibo gölüdür, Cənubi Amerikada. 4. Laqum mənşəli göl. 2-yə götürüb BY, mülayim işlanma qurşağındadır və buzlaq tektonikdir. Mülayim işlanma qurşağında və buzlaq tektonik burada qardadır. 1. Görək orta xüsusiyyətə uyğun gəlir yoxsa yox? Orta xüsusiyyət D bəndi götürmüşük. Yerləşdiyi ölkənin ən böyük gölüdür. Həm Maracaibo, həm də Qarda. Bəli. Qarda İtaliyanın, Maracaibo isə Venezuelanın ən böyük gölüdür. Doğru fikirdir, həqiqətən uyğun gəldi. Məlumatların aid olduğu adı haqqında doğru fikirləri müəyyən edin. Sahillərini 2 okean suları yuyur. Qədim dağ silsiləsinin cənuba davamıdır. Aid olduğu materikin zirvələrində daimi qar xətti mövcud deyil. Bu yoldaşlar Tasmaniyadasıdır. Həqiqətən də böyük sarıcının cənuba davamıdır və Avstraliyada da daimi qar xətti yoxdur materikdə. Baxaq, Tasmaniya söhbət hansı adına gedir? Tasmaniyadasından. Bizə də doğru fikirlər soruşur. İnkişaf etmiş ölkəyə məxsusdur, bəli. Cənub və Şərq yarımkürəsidir, bəli. Ekvator xəttinə İrlandiya adasından daha yaxın yerləşir, doğrudur. Tropik iqlimə qurşağındadır, xeyr, mülayimdir. Avropada yerləşir, xeyr, Avstraliyadır. 3 yarımkürədə yerləşir, xeyr, 2 yarımkürədədir. Cavab C variantı. Hansı suallarda yenidən izah tələb olunarsa yazarsınız, yenidən izahını verərik.